47-ci sual. İnsanda gövdə skeletinə aid olan sümüklərin hamısı tək sümüklər deyil. Gövdə skeleti ümumilikdə nədən təşkil olunub? Gövdə skeletində bayaq dedim əslində. Deməli, onurğa sütunu 33-34 onurğa sütunundakı fəqərələr, 24 dənə qabırğa və bir döş sümüyü. Və bunların içərisində qabırğalar cüt sümüklərə aiddir. Onurğa sütununu təşkil edən fəqərələrin tək sümükdür və bir də döş sümüyü tək sümüklərə aiddir. Yəni, burada olan sümüklərin hamısı tək deyil, ona görə ki, orada cüt sümük olan qabırğalar yerləşir. Və gəldik burada 48-ci sualda. 48-ci sualda insanda ətrafların skeleti. Bax, burada demək, ətraf skeleti yuxarı ətraf və aşağı ətraflar və uyğun olaraq biz bunları ardıcıllıqla düzək. Yuxarı ətrafın sərbəst hissəsi və A olaraq orada olacaq deməli qurşaq hissə. Biz bura yazırıq 2. Qurşaq hissə. 2-ni yazdıq bura. Sonra aşağı ətraf yenə özdə bölünür sərbəst hissəyə və qurşaq hissəyə. Deməli biz A2 bura 2 yazsaq, buna 2 yazsaq, demək biz bunu bir qələmlə qeyd eləsək. Deməli burada qeyd eləsək, baxın burada qurşaq hissə yazsaq, yazaq 2. Sonra aşağı ətrafın yenə sərbəst və qurşaq hissəni yaza bilərik. Burada da sərbəst hissə var, 4 yazaq. Yenə bura 2 yazaq. Belə bir cavabımız var. 2, 4, 2. Görürsünüz. Sonra yuxarı ətrafın sərbəst hissəsinə nə aiddir? Yuxarı ətrafın sərbəst hissəsinə təbii ki, bazus aid, əl pəncəsi aiddir. Ona görə bura 5 yazaq. Və aşağı yuxarı ətrafın qurşaq hissəsinə aiddir kürək körpücük sümüklər. Ona görə bura 1 yazaq. Və aşağı ətrafın biz burada nə yazmışdıq? Qurşaq hissə. Qurşaq hissəsinə aiddir. Deməli, daha doğrusu burada baxın. Qurşaq hissəni burada yazmışıq da, qeyd eləmişik. Çanaq sümüklərdir. Ona görə ki, burada da yazsaq sərbəst hissəni və qeyd eləyəcək ki, burada 3. Deməli, bizim variantımız nə olacaq? 2, 4, 2, 5, 1, 3. Və ardıcıllıqla bax, bu şəkildə yazırıq. Keçək növbəti suala. Növbəti sualımız burada 49-cu sualdır və insanın aşağı ətraf skeletinə aid olmayan sümüklər. Aşağı ətraf skeletinə aid olmayan sümüklər, təbii, artıq bunu əzbərləmişik, əzbərləyirik. Aşağı ətraf skeletinə aid olmayan deyirsə, təbii, burada boyun fəqərələridir, bel fəqərələridir. Və baxsaq ki, ayaq pəncəsi, baldır, bud aşağı ətrafın skeletinə aiddir. Və 50-ci sual. İnsanda aşağı ətrafın, daha doğrusu yuxarı ətraf skeletinə aid olmayan soruşursa, yenə də biz nəyi götürək? Körpücük kürək sümükləri yuxarı ətrafdır, qabırğalar gövdə skeletidir, döş sümüyü, bel fəqərələri gövdə skeletidir, bazus aid yuxarı ətraf skeletidir, əl pəncəsi yuxarı ətraf skeletinə aiddir və ona görə də cavabımız elə 2 və 3 olacaq. Sarı sümük iliyinə malik olmayan sümüklərdirsə, sarı sümük iliyi uzunborlu sümüklərdədir və bud sümüyü, bazu sümüyü uzunborlu sümüklərdir. Qalan hissələr isə sarı sümük iliyinə, yəni malik deyirlər. Gövdənin skeletinə aid deyil 52-ci sualda. Döş sümüyü aiddir, kürək sümüyü ətraf skeletidir, qabırğalar aiddir gövdə skeletinə, boyun fəqərələri aiddir, çünki fəqərədir. Və körpücük aid deyil. Yəni 3 və 4 yuxarı ətrafın qurşaq skeletinə aiddir. Və 53-cü sual insanda gövdənin skeletinə aid deyil. Gövdənin skeletinə aid deyil. Deməli ki, bizdə qabırğalar aiddir, döş sümüyü aiddir, amma fəqərə aiddir, bud sümüyü ətraf və çanaq sümüyü də ətraf skeletinə aiddir. İnsanda sarı sümük iliyi olan sümüklər yenə də deməli, burada uzunborlu sümükləri seçirik. Bud, mil və bazu sümükləri var sarı sümükli, digərlərinin içərisində isə yoxdur. Yenə sarı sümük iliyidirsə, qamış, mil və said sümüklərini götürürük. Və
56-cı sualda insan orqanizmində qabırğaların birləşdiyi fəqərələrin cisimləri bir-biri ilə necə birləşir? Fəqərələr bir-biri ilə hərəkətli, yarım hərəkətli və hərəkətsiz birləşə bilər. Amma qabırğaların birləşdiyi deyirsə, qabırğaların birləşdiyi fəqərələr təbii ki, gövdədə, daha doğrusu döş fəqərələridir və döş fəqərələri də yarım hərəkətli birləşib. Və burada da hüceyrəarası maddənin kütləsi sümük hüceyrələrinin kütləsindən bayaq bir qayda kimi qeyd etdim ki, hüceyrəarası maddə sümük hüceyrələrinin kütləsindən 2 dəfə az olur. 58-ci sualda burada 3 kiloqram sümük toxuması və sümük toxumasını bayaq qeyd elədim ki, 1/3 hüceyrəarası, daha doğrusu sümük hüceyrəsidir, 2/3 hüceyrəarası maddədir. Və biz bu zaman 3 kiloqram bu dəfə sümük toxumasını veribsə və bizdən nəyi soruşur? Hüceyrəarası maddə, onda 3-də 2-yə vurmuş olacaq. 3 və 2 kiloqram hüceyrəarası maddə olacaq. Və burada da 59-cu sualda da 80 il insan yaşayıb və onun sümüklərin böyüməsi. Sümüklərin 18-22 yaşına qədər tamamlanır böyüməsi və minimum neçə il dayanmışdır deyirsə, deməli ki, biz 80 ildən 22 ili çıxsaq, olacaq 58. Deməli, minimum dediyinə görə maksimum ili çıxırıq ki, ortadakı müddət az müddət qalsın, minimum müddət qalsın. Ona görə də 22-ni maksimum desəydi, o zaman 18-i çıxmış olacaqdıq. Və bir də 60-cı sual. 60-cı sualda bizə yenə məsələ tipli, daha doğrusu bayaqki məsələyə oxşar bir şeydir. Və burada bizə verib nə? A və B maddələri verilib, daha doğrusu A və B sümükləri verilib. A-da hüceyrə arası maddənin kütləsi A-dırsa, sümük hüceyrələrinin kütləsi olacaq, ondan dedik ki, bayaq 2 dəfə azdır. Və bunların cəmi A, deməli, yəni sümük toxumasının ümumi kütləsini verəcək. Belə də yaza bilərik. Başqa bir variantda da yaza bilərik. 3A. 3A bölünsün 2. Və ikinci hal yazırıq. Deməli, bu x-in qiymətidir. İkinci hal B-dir, bu A-nın. İkinci halda B-ni yazırıq. B-də də bizə verib sümük hüceyrələrinin kütləsi A qədərdirsə, onda hüceyrəarası maddə bu dəfə olacaq 2A, bundan 2 dəfə çox olacaq və ümumi sümük kütləsi də olacaq 3A. Yəni, bu da bizim Y-in cavabıdır. Və bizdən də Y-in X-a nisbətən soruşur. O zaman nə edirik? Biz burada 3A-nı bölürük. A bölünsün 2-yə və cavabımız da elə 2 dəfə qalacaq.